Dünyada indiyə qədər qeydə alınmış ən yüksək səsin hansı səs olduğunu bilirsinizmi? Bu, 1883-cü ildə İndoneziyadakı Krakatau vulkanının partlayışı idi. Bu səs o qədər şiddətli idi ki, partlayışdan 4800 kilometr uzaqlıqdakı Avstraliya və Hindistan yaxınlığındakı adalarda top atəşi kimi aydın şəkildə eşidildi. Bu, Bakıdan Londona qədər olan məsafədən daha uzaqdır. Amma səs eşidilməkdən daha artığını etdi. Partlayışın yaratdığı səs təzyiqi dalğası o qədər güclü idi ki, bütün planetin ətrafında dövrə vurdu. Yalnız bir dəfə yox, düz 4 dəfə. Partlayışdan 160 kilometr uzaqlıqdakı gəmilərdə olan dənizçilərin qulaq pərdələrini partlatmışdı. Səsin gücü 310 desibel olaraq təxmin edilir. Müqayisə üçün deyim ki, reaktiv təyyarənin səsi 150 desibel. İnsan üçün dərhal ölümcül olan səsin həddi isə təxminən 180-200 desibeldir. Krakatau partlayışı bəşəriyyətin şahidi olduğu ən qorxunc təbiət hadisəsi olaraq tarixə keçdi və yerin atmosferini illərlə dəyişdirdi. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Qismət olarsa növbəti videoda görüşərik.